Almanya'dan herkese selam. Bugün Almanya'da neye göre çörek pişirmeye başladığım hakkında kısa bir video çekmek istedim. Almanya'da olan çörek qiymətləri ilə Azərbaycanda olan çörek qiymətləri müqayisə etdiyimiz zaman ortaya ekstra baha qiymət çıxır. Yəni Azərbaycanda 55 qəpik ilə 1 manat arasında olan standart çörek qiymətləri Almaniyada minimum 2 avrodan üzəri ta 4-5 avroya qədər qalxan qiymət fərqləri var. Xalq olaraq çörəyə çox üstünlük verdiyimizə görə və bütün demək olar milli yeməklərimizin yanında çörək mütləq olduğu üçün bizim gün ərzində çörək istifadə etməməyimiz hardasa mümkünsüzdür. Ümumiyyətlə Almaniyada almanların öz istifadə etdiyi gündəlik məhsullar, onların qiymətləri daha münasib qiymətədir. Lakin çox istifadə etmədikləri məhsulların qiyməti təbii ki, bazar qiymətinə görə çox bahadır. Məsəl üçün, çörək də bunlardan biridir. Onlar çox çörək yeməyi sevmədikləri üçün çörəyin qiyməti, unun qiyməti çox ucuz olmağına baxmayaraq hələ də bahadır. Elə məhz bu səbəbdən də gündəlik çörəyimizi özüm bişirməyə qərarına gəldim. Videoda görünən ilk çörək Alman çörəyidir. Digərləri isə mənim öz bişirdiyim çörəklərdir. Siz də bu şəkildə yumuşaq çörək istəyirsinizsə videoya baxmağa davam edin. Çörəyin üzərinə istədiyiniz formanı zövqünüzə görə verə bilərsiniz. 500 ml suya, 1 çay qaşığı quru maya, 1 çay qaşığı duz və 5 stəkan un istifadə etdim. Qeyd edim ki, istifadə etdiyim unun növü çörək üçün nəzərdə tutulmuş undur. Yəni 70% buğda unu tip 1050, 30% çovdar unu tip 1150-dir. Unun kifayət etdiyini müəyyən etmək üçün xəmirə toxunuram. Daha əzəlmə yapışırsa demək ki, xəmir hazırdır. Nəticədə videoda göstərdiyim kimi ələ yapışan yumşaq xəmir alınır. Biz bunu duru yağ əlavə edərək tam xəmiri bir yerdə yoğururuq. Un tipinə görə istifadə edəcəyiniz unun miqdarı dəyişə bilər. Xəmiri mayalandırmaq üçün istifadə edəcəyimiz qabı yağlayıb, yoğurduğumuz xəmirə əlavə edib təxminən 1 saat müddətində isti yerdə xəmiri mayalandırırıq. Mayalanan xəmir təxminən öz çəkisinin 2 dəfəsi qədər olur. Əgər daha çox qabarıq çörək istəyirsinizsə, quru mayanı artıra bilərsiniz. Mən sadəcə xalis çəkisi itməməsi üçün, çox qabarıq çörək sevmədiyim üçün 1 çay qaşığı mənim üçün kifayət etdi. Mayalanan xəmiri yağlanmış, biraz da un səpilmiş soba listinə yerləşdirib təxminən yarım saat kündədə saxlayırıq. Həm çörəyin içərisi yaxşı bişməsi üçün, həm də yaxşı görüntüsü olması üçün mən bu şəkildə üzərinə cızıqlar atdım. Siz istədiyiniz formanı verə bilərsiniz. Təxminən 40 dəqiqəyə öncədən isidilmiş alt-üst rejimi 200 dərəcəli sobada üstü qızarana kimi bişiririk. Mən videoda bir neçə formada sizə çörək göstərdim. Çörəyin forması tamamilə sizin zövqünüzə görədir. Bu reseptlə hər zaman yumuşaq və ləzzətli çörək əldə edirsiniz. Nuş olsun. Videonu bəyəndinizsə videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Sağ olun.